ölçədir. Baxın, birinci hərəkət qabiliyyətimiz sürətdir. Sürət hərəkət qabiliyyəti. Yadınıza saxlayın. İkinci hərəkət qabiliyyətimiz müəllimlər, sürət güc hərəkət qabiliyyəti. Üçüncü hərəkət qabiliyyətimiz bədənin əyilmə qabiliyyətidir. Pastiyanla qarşınıza bu qıl çıxacaq. Yəni, bədənin əyilmə qabiliyyəti çıxacaq. Yadınıza saxlayın. Dördüncü hərəkət qabiliyyətimiz qüvvə hərəkət qabiliyyəti. Dördüncü hərəkət qabiliyyətimiz qüvvə hərəkət qabiliyyəti. Beşinci hərəkət qabiliyyətimiz çeviklik hərəkət qabiliyyətidir. Altıncı hərəkət qabiliyyətimiz və sonuncu hərəkət qabiliyyətimiz nədir? Dözümlük hərəkət qabiliyyətidir. Yadınıza saxlayın müəllimlər. Yadınıza saxlayın. Bunu hər dəfə keçdikcə öyrənəcəm deyə bugün sizə yalnız sürət hərəkət qabiliyyətinin sürət hərəkət qabiliyyətinin yaş dövrünü öyrədəcəm. Sürət hərəkət qabiliyyətinin yaş dövrü müəllimlər 11 yaşla 14 yaşın arasında yaş. Aydındır. Yəni, sürət hərəkət qabiliyyətinin yaxşı formalaşdırılması üçün, yaxşı yerinə yetirilməsi, yəni sürət hərəkət qabiliyyətinin inkişaf dövrü 11-14 yaş arasında yadınıza saxlayın. Və müəllimlər, bizim yadınıza saxlayın, 6 dənə hərəkət qabiliyyətiniz var. Baxın, 6 dənə hərəkət qabiliyyətiniz var. Amma 5 dənə hərəkət keyfiyyətiniz var. Aydındır. 5 hərəkət keyfiyyət var, amma 6 dənə nə var? Hərəkət qabiliyyət. Aydın oldu. 6 hərəkət qabiliyyət, 5 keyfiyyət. Bir dənə bunların içindən, müəllimlər, bunların içindən sürət gücü çıxırsınız. Bax, bu sürət gücünün üstündən xət çəkirəm. Bu sürət gücünün üstündən xət çəkəndə bu olur nə? Hərəkət keyfiyyət olur. Çünki bizim 5 dənə hərəkət keyfiyyətimiz var. Yox, əgər sürət gücün üstündən xət çəkmirəmsə, sürət güc daxil deyirəmsə, deməli biz 6 dənə nədən? Hərəkət qabiliyyətdən neyinirik? Danışırıq. Aydındır. İndi sürət güc niyə görə hərəkət qabiliyyət hesab olunur, amma keyfiyyət hesab olunmur? Onu gələn dərsimizdə sürət gücü keçəndə onu sizə izahını verəcəm. Yəni ki, hərəkət qabiliyyətdən yarandığına görə sürətlə qüvvədən yarandığına görə, yəni calaq formasını aldığına görə neynəmir bu? Bu keyfiyyət sayılmır, keyfiyyətsizdir. Aydındır. Bu PDF-in içində, atacam bu PDF-i bu PDF-in içində də hamısı yazılıb, niyə görə hərəkət qabiliyyət hesab olunur, niyə görə hərəkət keyfiyyət hesab edilmir. Bunların hamısının haqqında burada açıq, geniş mövzuda danışmışım. Aydındır müəllimlər. İndi müəllimlər, gedək sürət hərəkət qabiliyyətidir müəllimlər. Yadınıza saxlayın, sürətin. 3 dənə komponenti var. 3 dənə komponenti var. Bütün hərəkət qabiliyyətlərin, müəllimlər, 2 dənə komponenti var. Bir dənə çevikliklə sürətin 3 dənə komponenti var. Yadınıza saxlayın. Bax, birinci hərəkət qabiliyyətin 3 dənə komponenti var. Bir də 5-ci hərəkət qabiliyyətin 3 dənə nəyi var? Komponenti var. Aydındır. Sürət hərəkət qabiliyyətinin komponentləri. Hərəkətin reaksiya tezliyi. Hərəkətin reaksiya. Hərəkətin tək hərəkət icra tezliyi, bir də maksimal qaçış sürəti. Yadınıza saxlayın. Sürət hərəkət qabiliyyətinin 3 dənə komponenti var. Bunlardan birincisi hərəkətin reaksiya tezliyidir. İkincisi tək hərəkətin icra tezliyidir. Üçüncüsü isə maksimal qaçış sürətidir. Sizə sual düşsə ki, maksimal qaçış sürəti hansı komponentlərlə əlaqəlidir? Yadınıza saxlayın ki, maksimal digər 2 komponentlə əlaqəlidir. Yəni, hərəkətin reaksiya tezliyi ilə nə əlaqəlidir? Tək hərəkətin icra tezliyi ilə nə əlaqəlidir maksimal? Aydındır. Yəni, maksimal qaçış sürəti olmasa belə, üzr istəyirəm. Hərəkətin reaksiya tezliyi olmasa belə, maksimal qaçış sürəti orada varsa, onların ikisini də əvəz eləyir. Aydındır.
Gəlin indi gedək müəllimlər, birinci sürət hərəkə qabiliyyətinin birinci komponentindən başlayaq. Deyir ki, aydındır. Oldu. İndi müəllimlər, gedirik birinciyə. Burada olmalıydı, deyəlim bir dəqiqə. O deyil müəllimlər. Baxın buradadır. Bax, 3 dənə komponenti var. 3 dənə. Hərəkətin reaksiya tezliyi, tək hərəkətin icra tezliyi, maksimal qaçış sürəti. İndi gəlin bunu, elə bu PDF-in üstündə sizə izah edeyim ki, daha yaxşı yadın tutmasın. Deyir ki, hərəkətin reaksiya tezliyi, baxın bunun altında adını da yazmışam. Hərəkətin reaksiya tezliyi nə demək? Deyir ki, hərəkətin reaksiya tezliyi latent dövrü adlanır. Yəni, latent dövrü isə, latent dövrü gizli dövr deməkdir, müəllimlər. Yadınıza saxlayın. Yəni, insanlarda reaksiya tezliyi neyinir? Anadan gəlmə olur və anadan gəlmə olduğu üçün də sonra da onun inkişaf etdirilməsi mümkündür. Aydındır. Yəni, reaksiya tezliyi müəllimləri yadınıza saxlayın. Saniyədən də az bir vaxtda icra olunan hərəkətə reaksiya tezliyi deyirlər. Aydındır. Məsələn, gəlin onu sizə şəkil üzərində göstərim. Şəkil üzərində göstərim. Və sizin daha yadınızda, yaxşı yadınızda qalsın. Baxın, müəllimlər, hərəkətin reaksiya tezliyi. Baxın, hərəkətin reaksiya tezliyi budur. Görürsünüz, idmançı neyiniyir? İdmançı öz, yəni rəqibinə zərbə atır. Nemət müəllim, görürsən, bu zərbədən idmançı yayındır, düzdür? Bəli. Burada bunun nədir? Bunun inkişafı, bunun reaksiya tezliyi daha yaxşı inkişaf edir. Reaksiyası nədir? Daha sürətlidir. Zərbədən yayınır. Amma bu bir şəklə bax, bu şəkildə isə bunun reaksiyası yoxdur. Əgər bunun reaksiyası sürətli olsaydı, Nemət müəllim, bunun sifəti bu hala düşməzdi. Düzdür? Bəli. Sağ ol. Bunun sifəti bu vəziyyətə düşməzdi. Niyə görə? Çünki bunun reaksiyası çox zəif olduğuna görə, bu reaksiyası zəif olduğuna görə neynəməyib? Zərbədən yayına bilməyib. Aydındır, zərbədən yayına bilməyib. Və müəllimləri yadınıza saxlayın. Deməli, hərəkətin reaksiya tezliyi gizli dövr olur və gizli dövr olur. Deyir, hərəkətin başlamaq üçün verilən siqnaldan hərəkətin başlama anına qədər olan vaxt ölçüsüdür. Bu nə deməkdir? Yəni, Nemət müəllimlə mən durmuşam startda, qaçırım. Düzdür, məsələn, 100 metr məsafəyə qaçırım. Nemət müəllimlə mən durmuşuq start vəziyyətində. Atəş səsi və yaxud da ki, fit səsi. Məlum məsələdir, hakim bizə nəyinəsə işarə eləməlidir. Yəni, əksəriyyət vaxtda olur nəyinə? Atəş səsi verilir, əksər vaxtlarda isə fit səsi verilir. Nemət müəllimlə biz yan-yana, yəni görə durmuşuq və bizə atəş səsini eşidən kimi Nemət müəllim məndən birə cəhd çıxdı. Nemət müəllimlə nə inkişaf edeyim? Reaksiya inkişaf edeyim. Aydındır müəllimlər. Reaksiya Nemət müəllimdə daha yaxşı inkişaf edeyim. Və reaksiya insanlarda müəllimlər yadınızda saxlayın, anadan gəlmə olur. Anadan gəlmə olur. Və bu reaksiyanın yaxşı fiziki tərbiyə dərsləri zamanı, yaxşı fiziki tərbiyə dərsləri olsa 5-8 saniyə, millisaniyə daha doğrusu. Yəni, saniyədən də az bir müddətdə, yəni saniyənin yarısından da az bir müddətdə neyəyə bilərsən? İnkişaf etdirə bilərsən. Məsələn, saniyənin yarısı nədir? Məsələn, 0,50-dir, düzdür. Sən bunu yaxşı fiziki tərbiyə dərsləri olsa 0,50-yə yox, buna yox. Sən qaça bilərsən nəyə? 45-ə. Və yaxud da ki, 42-yə qaça bilərsən. Aydındır, yəni reaksiya verə bilərsən. Yəni, saniyədən də az bir müddətdə, saniyənin yarısı qədər
müddətdə sən reaksiya tezliyin yerinə yetirirsən və reaksiya tezliyi isə sual düşsə ki, nə zaman qüvvədən düşür? O zaman qüvvədən düşür ki, idmançı qaçışa başladı. Hərəkətə başlama anına qədərdir. Əgər sən hərəkətə başlamısansa, səndə hərəkətin reaksiya tezliyi neyir? Qüvvədən düşür, öz qüvvəsini itirdi. Aydındır? Bura qədər sualı olan varsa müəllimlər buyursun, yoxsa davam edeyim, reaksiya hələ qurarmı? Gedək indi müəllimlər, hərəkətin reaksiya tezliyi iki yerə bölünür. Hansılardır? Bir, sadə, bir də nədir? Mürəkkəb reaksiya. Bir, sadə reaksiya, sadə. Sadə nədir? Məsələn, sadə odur ki, sən onu gözləyirsən. Düzdür, sən onu gözləyirsən. Mürəkkəb nədir? Mürəkkəb gözlənilməzdir. Yadınıza saxlayın. Deyir ki, gözlənilən siqnallara qarşı göstərilən reaksiya nə olur? Sadə reaksiya olur. Çünki sən onu gözləyirsən ki, indi Neymət müəllim mənə atəş komandası açacaq, mən neyniyəcəm? Qaçacam. Düzdür, sən onu gözləyirsən ki, indi başlayar, bu saat başlayar. Düzdür, səbirsizlənirsən. Məsələn, yaxşı bir kino başlayacaq, məsələn, kinonu qoyaq qırağa. Məsələn, hamının çox sevdiyi futbol, düzdür. Məsələn, baxırsan ki, futbol istə başlayacaq 21, bu səfər istə başlamışdır, 45-də başlamışdır. 21-45-də Qarabağın oyunu, düzdür. Neymət müəllim, sən bunu gözləyirsən də, düzdür. Bəli, bəli. Ay sağ ol, sən bunu gözləyirsən, sənin üçün nədir? Sadədir də, sən bilirsən ki, 21-45-də Qarabağın oyunu olacaq, mən onu gözləyirəm. Amma sənin xəbərin yoxdur, heç kim, belə deyim də, sənə məlumat verməyib, sən də qarşıya da heç bir yerdə çıxmayıb. Qəfil kanalı dəyişirsən və yaxud da ki, YouTube-a girirsən, görürsən ki, canlıda Qarabağın oyunu gedir, özünə indi başlayıb. Sənin üçün nə olur, Neymət müəllim? Gözlənilməz olur da, düzdür? Evet. Amma sənin ondan qabaqcılığından xəbərin olsaydı, məlumatın olsaydı, nə olacaqdı? Olacaqdı sən onu sadə, çünki sən onu gözləyirsən. Gözlənilən olardı, sadə olardı. Əgər o sənin qabağa gözlənilmədən çıxırsa, bu nə olur? Bu mürəkkəb olur. Düzdür? Mürəkkəb nə vaxt olur müəllim? Mürəkkəb nə vaxt olur? Sən onu gözləmədiyin bir vaxtda sənin qarşıya çıxan zaman. Başa düşün, bax məsələn, boksçunun zərbəsi var, Neymət müəllim. Boksçunun zərbəsi yadında saxla ki, nədir? Mürəkkəbdir, gözlənilməyən yerdən gəlir. Düzdür? Gözlənilməyən bir vaxtda gəlir də, sən bilirsən bu idmançı topu. Sən bilirsən bu idmançı nə vaxtı zərbə vuracaq və hardan vuracaq? Bilirsən onu? Yox. Bilmirsən. Çünki o atandan sonra sən, dəyəndən sonra bilirsən onu. Aydındır? Sənin ondan qaçmağın çox çətin məsələdir. Ona görə ki, bu gözlənilməyən, nə bilmirsən. Çünki sən onun beyninin içində görsən ki, o bəlkə sənin sağla allarıb soldan vuracaq. Düzdür? Bu gözlənilməz reaksiyadır. Mürəkkəbdir, gözlənilməyən bir vaxtda. Məsələn, Neymət müəllim, futbol topunun qapıya vurulması. Düzdür? Sən durmuşsan qapıda, mən də 11 metrlik cərimə zərbəsini yerinə yetirdim. Sən bilirsən, mən topu hansı küncə vuracağım və ya hara vuracağım. Bilmirsən ki? Xeyr. Ay sağ ol. Bilmirsən, ona görə ki, bu nədir? Gözlənilməzdir. Sən onu gözləmir, hardan gələcəyini də bilmirsən. Top statik bir vəziyyətdə, yəni dayanmış bir halda dayanıb, sən topa baxırsan və neynirsən? Fikirləşirsən ki, bu top hardan gələcək? Əgər o sadə olsaydı, sən onu avtomatik tutardın ki, bilərdin ki, bu hara gələcək. Düzdür? Amma o sadə deyil, mürəkkəbdir. Məsələn, sən voleybol topunu Neymət müəllim oyuna daxil edirsən. Düzdür? Hərəkət edən obyektdir. Sən voleybol topunu oyuna daxil edirsən, bilirsən, sən voleybol topunu hara daxil edirsən, özün bilirsən ki, hara vuracaq. Amma mən onu bilmirəm ki, düzdür, mən sənin rəqibinəm. Bəli. Bilmirəm.
gələcək, nəfər gələcək, bəlkə heç fərqlə keçməyəcək, sonra deyib öz meydanına çıxacaq, bəlkə elə çölə bıraxsın. Düzdür? Yəni, o mürəkkəbdir, o bilmirsən, gözləmədik. Əli müəllim buradadır, müəllim. İndi gəldi, deyəsən. Indi də, müəllim də, gözlənilməz, hamısını sıralarsın. Gözlənilməz reaksiya odur ki, yəni sən onu gözləmədiyin bir anda çıxır hara? Sənin qarşıva. Aydındır? Gözlənilməyən bir vaxtda sənin qarşıva çıxır və olur buna nə? Gözlənilməz reaksiya adlanır. Aydındır müəllim? Aha, indi gedək. Harada qalmışdıq? Hə. İndi müəllimlər. Sadə və mürəkkəb reaksiya. Gəlin görək, sadə reaksiyaya nələr aiddir? Baxın, 6 dənə nə vermişik? Sadə reaksiyaya aid olan hərəkətlər vermişik. Düzdür? Deyir ki, ayaqlar hərəkət istiqamətinə tərəf kürəyi üstə uzanmış vəziyyətdən. Bu nədir? Sadədir də. Sən bunu gözləyirsən. Çünki, Nemət müəllim, sən uzanmışsan ayaqlar hərəkət istiqamətinə tərəf kürəyi üstə. Uzanmışsan, gözləyirsən. Bu sadədir. Düzdür? Sonra 2-yə baxaq. Başı hərəkət istiqamətinə tərəf kürəyi üstə uzanmış vəziyyətdən. Görürsən, yenə uzanmışsan, nəyi gözləyirsən? Atəş səsini və yaxud da ki, hakimin səsini gözləyirsən. Düzdür? Aha, sonra üzü üstə uzanmış vəziyyətdən. 4-ə baxaq. Kürəyi hərəkət istiqamətinə tərəf oturmuş vəziyyətdən. Bunlar hamısı nədir? Bunlar hamısı müəllimlər sadədir. Çünki sən onu gözləyirsən. Aydındır? Gəlin aşağıdakına baxaq. Sadə hərəkətlərin reaksiya tezliyini yoxlanılması. Deyir ki, müxtəlif çıxış vəziyyətdən startlar. Müxtəlif çıxış vəziyyətdən startlar nədir müəllimlər? Bax, budur da. Bax, bu göstərdiyimdir. Baxın, müxtəlif çıxış. Sən müxtəlif formalarda çıxış vəziyyətindən istifadə edirsən. Düzdür? Sonra, müxtəlif intervallı siqnallarla startlar. Bu da görürsən sadədir. Yəni, sən gözləyirsən ki, sənə komandaya start verəcəklər və sən neyniyyəsən? Hərəkətə başlayasın. Məsələn, 3-ə baxaq. Kürəyi qaçış istiqamətinə tərəf duruşdan startlar. Aydındır? Yadınızda saxlayın müəllimlər. Baxın, müxtəlif çıxış vəziyyətindən startlar. Müxtəlif intervallı siqnallarla startlar. Görürsünüz, hamısının axırında nə var? Startlar var. Düzdür? Startlar varsa nə olacaq? Hərəkətin reaksiya tezliyi olacaq. Çünki sən start verilir sənə. Sən reaksiya verib orada hərəkəti hamıdan tez neynəməlisən? Yerinə yetirməlisən. Aydındır müəllimlər? Bura qədər sual olan. Aha, indi müəllimlər, yadınızda saxlayın. Sürət hərəkə qabiliyyətinin 2 dənə forması var. Sürətin 2 forması var. Biri sadədir, biri kompleksdir. Bu, inanmıram sizə sual olaraq düşə, amma düşsə belə, inanın sizə sadə variantını öyrədəcəm və ondan da sizin yadınızda qalacaq. Bir, sadəyə baxaq, sonra da mürəkkəbə baxaq, kompleksə baxaq. Deyir ki, sadə özü də 3 yerə bölünmüş. Sadəndə özünün 3 forması var. Aydındır? Sürət hərəkə qabiliyyətinin 2 forması var. Yadınızda saxlayın. Sadə bir də kompleks. Sadə özü də 3 yerə bölünür. Sığ qoyaraq. Sadə 3 yerə bölünür. Kompleks özü də müəllimlər. Kompleks özü də neçə yerə bölünür? Kompleks özü də 3 yerə bölünür. Yəni, bunlar ikisi də neçə yerə bölünür? Bunlar ikisi də 3 yerə bölünür. Yadınızda saxlayın. Bunlar hansılar? Deyir ki, buna yazaq. Bax, hərəkətin reaksiyasının sürəti. Hərəkət reaksiyasının sürəti. Sadə. Axırda indi bir dənə açıq sözünü deyəcəm, ondan tutasınız. Tək hərəkətin
kompleksi. Baxın, axırında 2 nöqtə var. Bura qədər öyrəndiniz, bəs onun arxasının sizə ehtiyac yox. Sonra hərəkət tezliyi. Hərəkət tezliyi. Aydındır. Baxın, müəllimlər, qısa olanlar yadınızda saxlayın. Qısa olanlar həmişə sadə olur. Qısa olanlar. Görürsünüz, hamısı qısadır. Baxın, qısadır. Qısa olanlar sadədir. Görsən, sadə sözü özü də qısadır. Sadə özü də ümumiyyətcə, sadə nə deməkdir? Yəni, yığcam, sadə, deyirlər, məsələn, Fatih çox sadə insandır. Bax, bu. İndi gəlin kompleksə baxaq. Deyir ki, kompleksdə 3 forması var. Tez bir zamanda maksimal sürət yığmaq. Görürsünüz, cümlənin uzunluğuna fikir verir, müəllimlər. Tez bir zamanda maksimal sürət yığmaq. Sən yəni, biri var hərəkətin reaksiyasının sürəti olan, sadə. Hərəkətin reaksiyasının sürəti. Biri var tək hərəkətin kompleksi. Yəni, bir hərəkətin kompleksi olan. Yəni, bu kompleksə aparmasın, müəllimlər. Buradakı bu kompleks sözü sizi kompleksə aparmasın. Sadədir bu. Üçüncüyə baxaq. Hərəkət tezliyi. Yəni, bu nədir? Hərəkətin tezliyidir. Hərəkətin tez bir zamanda yerinə yetirilməsidir. Yadınızda saxlayın. Gedək indi kompleksə baxaq. Deyir ki, tez bir zamanda maksimal sürət yığmaq. Yəni, idmançı neynəməlidir? Tez bir zamanda öz maksimal sürətin yığmalıdır. Bu nədir? Kompleksdir. Sonra, ikinciyə baxaq. Məsafə boyu yüksək sürəti saxlamaq. Burada sən tez bir zamanda maksimal sürəti yığmısan, düzdür? İndi məsafə boyu yüksək sürəti saxlamalısan. Bu yığdığın sürət hədər getməməlidir. Yığmısan, yaxşı eləmişsən. İndi onu neynəməlisən? Saxlamalısan. Düzdür? Tez bir zamanda maksimal sürət yığmaq. Bu birincisidir. İkiyə baxaq. Məsafə boyu yüksək sürəti saxlamaq. Sən o sürəti yığandan sonra, yığdıqdan sonra avtomatik neynəməlisən? Məsafə boyu yüksək sürəti saxlamalısın. Aydındır? İndi üçüncüyə baxaq. Tez bir zamanda bir fəaliyyətdən digərinə keçmək. Yəni, sən, məsələn, bir fəaliyyəti yerinə yetirirsən, tez bir zamanda həmin fəaliyyəti qoyub, başqa bir fəaliyyətə keçməlisən, başqa hərəkəti yerinə yetirməlisən. Aydındır? Kompleks nə oldu? Tez bir zamanda maksimal sürət yığmaq, məsafə boyu yüksək sürəti saxlamaq, bir də tez bir zamanda bir fəaliyyətdən digərinə keçmək. Yadınıza saxlayın, uzun cümlələrdirsə, bunlar nədir? Kompleksdir. Yox, əgər sadə cümlədirsə, qısa cümlələrdirsə, bu nə olacaq? Bu olacaq sadə. Bura qədər sual olan müəllimlər. Müəllim. İndi müəllimlər, yadınıza saxlayın. Sürət hərəkə qabiliyyəti 30 metrdən 400 metriyə qədər sürəti inkişaf etdirir məsafələr. 30 metrdən 400 metriyə qədər olan hərəkətlər, yəni qaçışlar nəyə əhatə edir? Sürət hərəkə qabiliyyətini inkişaf etdirir. Yadınıza saxlayın. 30-dan 400 metriyə qədər. Sizə sual düşər ki, sürət hərəkə qabiliyyəti neçə metrə qədər məsafələri inkişaf etdirir? 400 metriyə qədər. Aydındır, 400 metriyə qədər olanları inkişaf etdirir. Əgər burada 500, 600, 700 və s. isə bu avtomatik nə olacaq? Bu dözümlüyə gedib, bunu da sizə keçir. Aydındır müəllimlər bu. Sadə reaksiyanı başa düşdünüz, mürəkkəb reaksiya gedək. İndi gedək mürəkkəb reaksiya. Bir də müəllimlər, onda deyim sizə, qoyun, gəldim, açmamış. Onda deyim sizə. Biz hardan başlamışdım? Sadəni başa saldım sizə, izahım verdim. Sizə bunu başa düşdük. Nəsə yaxşı, sonra burada bir şey var, gəlin onu sizə izah edeyim. Deyir ki, hərəkət istiqamətinin dəyişməklə yerinə yetirilən qaçışlar, mürəkkəb. Görürsünüz, qırmızı ilə qoymuşam, buraki nədir bu? Bu mürəkkəbdir. Hərəkət istiqamətinin
istiqamətini dəyişməklə yerinə yetirilən qaçışlar. Nemət müəllim. Mən Nemət müəllimlə neynirəm? Qaçış icra edirəm. Düzdür, Nemət müəllim. Deyirəm ki, Nemət müəllim, sən məni qovala. Düzdür, mən Nemət müəllimdən qabaqda gedirəm, Nemət müəllimlə mənim aramda 2 metr məsafə var. Nə Nemət müəllim mənə çata bilmir, nə də məndən geri qalır. Mən qaçdıqca, qəfildən sürətimi, daha doğrusu istiqamətimi dəyişirəm. Nemət müəllim, sən bilirdin mən hara dönəcəm, ya hara qaçacam? Yox, o uşaq vaxtı telbə oynayırdıq, riski sağa-sola qaçışlarına bağlı. Həmin məsələdir, o telbə məsələsidir. Sən qəfildən istiqamətini dəyişirsən və mən bunu gözləmirəm. Düzdür? Görsən, uşaq qaçır. Divara az qalmış qəfildən sağa dönüb, uşaq girir, o bir uşaq girir, arxada gələn girir divara. Neçə dəfələrlə olub, bax, real həyatdan olmuş bir şeydir. Düşmüşəm, maşının arxasıca girmişəm, maşın pavorotda dönüb, mən az qalmışdı ki, yoldan çıxam. Yəni, başıma gəlmiş bir şeydir. Çünki mən elə bilirdim, o gedəcəyim. Amma demək, pavorotun cizası dönürmüş bu zalımın balası. Aydındır. Yəni, demək istədiyim nədir? Demək istədiyim odur ki, yəni, sən hərəkət istiqamətini dəyişməklə qaçırsansa, bu mürəkkəb reaksiyadır. Çünki sən mənim hərəkət istiqamətinin dəyişdiyimi bilmir. Aydındır. Bax, burada da yazmışam. Deyir ki, gözlənilməyən siqnallara qarşı reaksiya nədir? Mürəkkəb reaksiya adlanır. Yəni, bu mürəkkəb reaksiyadır. Başa düşdünüz mənim? İndi, mürəkkəb reaksiya deməli, deyir ki, mürəkkəb reaksiya tezliyi. Mürəkkəb reaksiya tezliyi hərəkətdə olan obyekt, məsələn, top. Nemət müəllim, top hərəkətdə olan obyektdir, düzdür? Bəli. Top hərəkətdə olan obyektdirsə, deməli, sənin o topu gözləməyi nədir? Mürəkkəbdir. Nə olsun, sən onu gözləyirsən, o gələcək, bilirsən gələcək. Amma hansı istiqamətdən gələcəyin bilirsən, varatiyə, qapıya. Bilmirsən. Voleybol topu. Bilirsən, hansı istiqamətdən gələcək? Yox. Bilmirsən. Onun hansı istiqamətdən gələcəyin bilsin, Nemət müəllim. Orada 6 nəfər oynamaz, 1 nəfər oynayar. Düzdür? Çünki o 6 nəfərin üstünə gələ bilər də, bir nəfər deyir ki, deyəsən ki, onsa bu mənim üstümə gələcək. Bilmirsən sən kimin üstünə gələcək. Başa düşdünüz? Sonra, deyir ki, mürəkkəb reaksiya tezliyi hərəkətdə olan obyektə, yəni hədəfə verilən nədir? Hərəkət seçiminə verilən reaksiya tezliyidir. Getdiyinizi nəyə? Gedək indi müəllimə, mürəkkəb reaksiya. Məsələn, bax, oxucunun zərbəsinin hansı səmtdən gələcəyini bilmədən ona cəld reaksiya verir. Bu nədir? Bu mürəkkəbdir də. Çünki sən bilmirsən bu hansı istiqamətdən gələcək. Məsələn, uşaqlarda reaksiya tezliyini artırmaq üçün orta məktəb müəllimləri. Baxın, uşaqlarda reaksiya tezliyini artırmaq üçün neyirsən? Məsələn, 2 dənə əlində balaca top tutursan, hər əlində bir dənə. Sənin də qarşında 2 dənə uşaq olur. Topu neyirsən? Uşaq səndən bir balaca aralıda durur ki, əli çatsın. Və sən o topu müəyyən saylarda deyirsən ki, məsələn, sayacam, bir sayda topu buraxacam. Hansı sayda demirsən, düzdür? Sən onu əyilmədən, yəni belib bükmədən o topu tutmalısan. Düzdür? O uşaqda neyinir? Reaksiya tezliyini inkişaf etdirmir müəllimlər. Sonra, futbolda qapçının rəqibə gələn zərbənin qarşısının alınması mürəkkəb reaksiya adlanır. Təbii, çünki sən qapıya gələn zərbəni
bilmirsən hansı istiqamətdən gələcək və necə gələcək. Düzdür? Sən bunu bilmirsən. Aydındır, müəllimlər? Müəllim, bu sadə sözlə deyilməsi elə bir ki, müəllim, xəbərsiz olduğun vaxtda, elmi xəbərsiz, bilmək. Xəbərsiz gəlibsə də gözləməyin. Bax, oturmuşsan evdə, düzdür, oturmuşsan kutunada. Bir də görürsən ki, qapı döyüldü, qapına çıxsan ki, mən gəlmişim. Düzdür, sən mənim gəlirlərimi gözləyirdin. Yox. Bu mürəkkəbdir. Sənin üçün o deyirsən, gözlənilməz oldu. Sən deyirsən, gəl. Deyirsən, məsələn, nəsə olur, deyirsən, gözlənilməz oldu. Düzdür. Bu səndə nə olur? Mürəkkəb reaksiyada gözlənilməyəndə qəfildən çıxır qabağa. Deyirsən, arada görsən, özünü maşın sürürsən. Qarşında kimsə qəfildən tormozlama edir, sən onu gözləmir daxil. Düzdür? Neyinirsən? Qəfil sən də ayağı tormoza qoyursan ki, gözlənilmədən. Sən amma o qarşındakı ayağın bir dəfə tormoza qoyub çəksə, sən də ayılson ki, buna mən çatmışam, onda neyinirsən? Bu sən bilirsən ki, gözləyirsən də ki, bu tormozu yenə verəcək. Düzdür? Və yaxud da ki, pavarotiqi vurur, dönmək istəyir. Düzdür? O xəbərdarlıqda, o sadədir, çünki ona xəbərdarsan, bilirsən. Bu xəbərdarlıq. Amma o pavarotiqi vurmamış döndü və yaxud da ki, çıxdı sənin yoluna, sən də neyirsən? Yatırsan tormozun üstündəki ayallaq girdim. Düzdür? Sonra, harada qalmışdıq? İndi müəllimlər. Getdik, sadəni də bildiniz, mürəkkəb reaksiyada nə zaman olur, sadə şeylərdir, müəllimlər, bunları öyrətməyim. Yəni, gündəlik həyatınızdan sizə misallar çəkdim ki, yəni bu sizin yadınızda daha rahat neynəsin, daha rahat qalsın. Aydındır? İndi gedək müəllimlər, sadə reaksiya 3 yerə bölünür, mürəkkəb reaksiyada 2 yerə bölünür, yadınıza saxlayın. Bir dənə mənə lazım olan bunları yadınıza saxladınız, bu balaca 2 nöqtəyə qədər olanları yadınıza saxladınız, mənə bəs eləyir. Onun arxası mənə lazım deyil. Sensor reaksiya tezliyi. Sensor reaksiya tezliyi nədir? Deyir ki, insanın hər hansı bir sensor, stimul, işıq, səs toxunuşu və yaxud da ki, və onlara qarşı reaksiya vermə sürətini göstərir. Məsələn, bir işığın siqnalın və yaxud da ki, səsə reaksiya vermə müddəti. Düzdür? Səsə reaksiya vermə müddəti. Bu nə deməkdir? Məsələn, Neymət müəllim, sensor reaksiya tezliyi bizdə nədir? Sən hər hansısa bir səsə qəfildən reaksiya verməyi. İşıq yanır, qaranlıqda qəfildən işıq yananda neyirsən? Gözlərin belə elə bilirsən ki, qaranlıq çalır, düzdür? Sonra hər hansısa bir toxunuşa, qəfildən gözləmədiyin anda görürsən ki, yolda durmuşsan və yaxud da ki, yolla gəlsən, qəfildən sənə kimsə toxunur. Neyirsən? Az qalırsan adam ürəyə də çıxada yerinə görürsən, neyirsən? Düzdür? Bu sənə nədir? Bu sənə siqnaldır. Sənin, yəni, sensor reaksiya tezliyindir. Yəni, sən onu qəbul eləməyin nədir? Sensor reaksiya tezliyi. Düzdür? Sonra 2-yə baxaq. Hərəkət qabağı reaksiya tezliyi. Müəllimlər, bunun arxası yenə deyirəm. Mənə lazım olan sensor reaksiya tezliyi, hərəkət qabağı reaksiya tezliyi, hərəkət reaksiyasının tezliyi. Bu üçü lazımdır. İkisi də bu yüzden onu izah edəcəm. 2-yə baxaq. Hərəkət qabağı reaksiya tezliyi. Bu nə deməkdir? Bu bir hərəkətə başlamazdan əvvəl verilən siqnala qarşı reaksiyanın sürətidir. Yəni, hərəkətə sən başlamazdan əvvəl siqnala qarşı reaksiyanın sürətini ölçür.
hərəkət qabağı. Bax, adından görüldüyü kimi, hərəkət qabağı reaksiya. Yəni, sən hər hansısa bir hərəkəti eləməmişdən qabağa neyirsən? Reaksiya verirsən də ona. Düzdür, hərəkət qabağı, reaksiya tezliyi. Üçüncüyə baxaq. Hərəkət reaksiyasının tezliyi. Biri var hərəkət qabağı reaksiya. Biri də var ki, hərəkət reaksiyasının tezliyidir. Bu nə deməkdir? Bu hərəkətə başlamaq və ya hər hansısa bir fiziki fəaliyyəti başlamaq üçün lazımi olan reaksiya sürətini göstərir. Bu nədir ki? Bu hərəkət reaksiyasının tezliyidir. Burada o ki, sən Neymət müəllim neyirsən? Hər hansısa bir fiziki işi yaxud da ki, fiziki fəaliyyəti neyirsən? Hərəkətə başladığın anda yerinə yetirirsən. Aydındır? Yəni, sənə sual düşsə ki, sadə reaksiya neçə yerə bölünür? 3 yerə. Bax, 3 yerə bölünür. Mürəkkəb reaksiya neçə yerə bölünür? Mürəkkəb. Mürəkkəb özü də 2 yerə bölünür. Aydındır müəllim? Gedəydi mürəkkəb reaksiya. Deyir ki, hərəkətdə olan obyektə verilən reaksiya tezliyi nədir? Hərəkətdə olan obyektdə. Bu hərəkətdə olan obyektdə, məsələn, qaçan bir atletdir, sonra hər hansısa bir obyektdir, düzdür. Bunlar nədir? Hərəkətdə olan obyektdir. Aydındır. Məsələn, idmançı, atlet qaçır, düzdür. Atlet qaçırsa bu nədir? Bu hərəkətdə olan obyektdir də. Aydındır. Bu hərəkətdə olan obyektdir. Və hərəkət deməli, sürətini ölçür, hərəkətdə olan obyektin, yəni atletin verilən reaksiyasının sürətini ölçür, hərəkət artıq başlayır və həmin hərəkətə verilən reaksiyanın qiymətləndirir. Aydındır, hərəkətdə olan obyektə verilən reaksiya nə olacaq? Mürəkkəb olacaq. 2-yə baxaq. Hərəkət seçiminə verilən reaksiya tezliyi. Hərəkət seçiminə. Məsələn, hərəkət seçiminə verilən reaksiya tezliyi nədir? Müxtəlif hərəkət variantla, hərəkət və variantlardan birini seçmə, sürətini göstərir. Məsələn, bir oyuncu bir neçə seçimdən ən yaxşısını seçərkən göstərdiyi reaksiya nədir? O, olur mürəkkəb reaksiya. Yəni, hərəkət seçiminə verilən reaksiyadır. Bir də müəllimlər, bunu yadını saxlayın. Hərəkətdə olan obyektə verilən reaksiya 4 mərhələdən ibarətdir. 4 mərhələdən ibarətdir. Onda indi sizə izah eləyəcəm. Baxın, birinci mərhələ. Deyir ki, hərəkət eləyən obyekti. Hərəkət eləyən obyekt nədir? Əşya, rəqib, fərqi yoxdur. Əşya nədir? Məsələn, bu. Rəqib nədir? Məsələn, atletin qaçmağı. Düzdür. İndi gəlin sizə onu izah eləyim. Birinci mərhələdə hərəkət eləyən obyekti. Yəni, hərəkət eləyən obyekti sən birinci nə eləməlisən? Görməlisən. Hərəkət eləyən obyekti görmək. İkinciyə baxaq. Onun istiqamətini və sürətini müəyyən etmək. Düzdür. Yəni, bu nə deməkdir? Sən hərəkət eləyən obyekti birinci görməlisən. Neymət müəllim, sən məsələn topu vurmuşam, qoymuşam 11 metriyə. Bax, bu da qapıdır. Düzdür. Burada da bir nəfər durur. Düzdür. Burada da qoymuşam nəyi? 11 metrlik penalti zərbəsi. Üzbəüz dayanmış o. Sənin də qapı xəttindən çıxmaq haqqın yoxdur da, təbii ki. Bilirsən. İndi mən durmuşam. Bu top da nədir Neymət müəllim? Hərəkət edən obyekt sayılır. Sayılır. İndi sən də durmuşsan qapıda məsələn deyir. Sən də durmuşsan qapıda. İndi mən buna neyirəm? Deyir ki, hərəkətdə olan obyekti görmək. Sən bu Neymət müəllim 11 metrədə duran topu görürsən, görmürsən? Bəli, görürəm. Görürsən, qəşəng. Bu birinci mərhələdir. Sənin hərəkət edən obyekti görməyin, bu birinci mərhələ. İkinci mərhələyə baxaq. Deyir ki, onun istiqamətin,
onun istiqamətin və sürətin müəyyən etmək. Aydındır? Onun istiqamətin və sürətin müəyyən. Sən birinci mərhələdə Nemət müəllimi yalnız və yalnız sən topu görürdün, düzdür? İndi ikinci mərhələdə isə, top mənim ayağımdan çıxıb yolda gəlir. Düzdür? Top mənim ayağımdan çıxıb yolda gəlir. Sən onu birinci müəyyən eləməlisən, nəyin? İstiqamətin. Məsələn, bu sağ küncə gedir, sol küncə gedir və yaxud da ki, mənim sağıma gedir, mənim soluma gedir, bəlkə də qapı xəttindən çölə çıxacaq, bəlkə də bu istiqamətdə gedir, bəlkə bu istiqamətdə gedir. Düzdür, Nemət müəllim, bu istənilən istiqamətə vura bilərəm də mən bu. Bəlkə də düz sənin üstüyə gəlir. Sən birinci, yəni top mənim ayağımdan çıxmamış, sən o istiqamətini bilə bilərsən? Xeyr. Bilə bilmərsən. Çünki top yerdən mən qıraqda durmuşam, hələ vurmuram. Amma topu ki mən vurdum, top mənim ayağımdan çıxdı, sən avtomatik nə edirsən? Onun istiqamətin və sürətin müəyyən edirsən ki, hansı istiqamətdə gəlir, hansı sürətdə gəlir. Düzdür? İndi bunların hamısını silirəm. İndi sənə bir dənə meydansaz edir. Meydansaz. Bax, məsələn bu, qapıcıdır. Qapıcı sən də məsələn durmuşsan bu mərkəzdə. Mən də burada durmuşam 11 metrədə top. Düzdür? Məsələn deyirəm, ikinci mərhələdə qalmışdır. Düzdür? Onun istiqamətin və sürətin müəyyən edir. Məsələn deyirəm, top gəlir bura. Düzdür? Sənin sol küncüvə. Belə deyil. Sənin sol küncüvə gəlir və sən də neyiniyirsən? Onun istiqamətin və sürətin müəyyən elədir. Gördün ki, sənin sol istiqamətində gəlir. Düzdür, müəyyən edir. Üçüncü mərhələdə isə onun hərəkət edən obyektə plan hazırlamaq, plan qurmaq. Yəni, planla nə deməkdir? Oturub orada çəkmirsən ki, düzdür? Plan odur ki, sən bu topa sıçrayış eləyib tullanıb tutmalısan və yaxud da ki, əlini uzatson çatar, ayağı uzatson çatar və yaxud da ki, heç bu çölə get. Buna heç vurmağa ehtiyac yoxdur, bu elə qapıya heç girməyəcək. Düzdür? Sən buna plan qurursan. Plan qurdun. Dördüncü mərhələ isə qurduğun planın icrasıdır. Yəni, dördüncü də nədir? Planın icrası. Deməli, birinci mərhələ nə oldu? Birinci mərhələ hərəkət edən obyekti görmək. Nemət müəllim bunu təbii ki, birinci gördü. İkinci, onun istiqamətin və sürətin müəyyən elədi. Yəni, istiqamətin müəyyən elədi ki, sol tərəfdədir, düzdür? Sürətin də müəyyən edir ki, mən buna elə bir momentdə, elə bir vaxtda sıçrayış edeyim ki, topla burada toqquşum mən. Əgər Nemət müəllim bunun toqquşma anını düz hesablaya bilməsə, ya Nemət müəllim tez çıxıb düşəcək bura və yaxud da ki, Nemət müəllim top qapıya girəndən sonra başlayacaq hərəkəti. Düzdür, Nemət müəllim? Bəli. Sağ ol. İndi sən onun içində nə eləməlisən? Sən onun içində avtomatik onun sürətini dəqiq müəyyən edib, ona plan, o sürətə uyğun plan tutmaqsan da ki, mən bunu sıçrayış eləsəm tuta bilərəm, tullanı tuta bilərəm, əlimi uzadım, ayağımı uzadım, düzdür, bunu axı çıxartmalısan sən qapıdan. Bu hərəkət edən obyekti, yəni topu çıxartmalısan qapıdan. Aydındır? Sizə sual düşər ki, hərəkətdə olan obyektə verilən reaksiya neçə mərhələdən ibarətdir? 4 mərhələdən ibarətdir. Hərəkət edən obyekti görmək, onun istiqamətini və sürətini müəyyən etmək, ona plan hazırlamaq, bir də planın icrasıdır. Bax, hərəkət fəaliyyətə plan seçmək, plan hazırlamaq, plan qurmaq. Dördüncü nədir? Planın icrası, yəni o qurduğun, üçüncü mərhələdə qurduğun planın nə idi? İcrasıdır. Aydındır? Bura qədər müəllimlər sual olan, müəllimlərdən zaman gedək, davam edirik. Müəllimlər, yadınızda saxlayın.
sizi bir dənə incitsə, bu hərəkətin reaksiya tezliyi, bu sadə, mürəkkəb, kompleks, bunlar incilər bəlkə də. İnanmıram incilər, çünki sual cavab elədikcə yadınıza düşəcəksiniz. Yəni, bu sizi heç vaxt incidə bilməz. Sizi işdir, şikayətdir, birdən incitsə, yəni bu incilər. Qalan, məsələn, tək hərəkətin icra tezliyidir, maksimal qaçış sürətli, bunlar hamısı sadə, yəni bir dəqiqədə öyrənəcəyi şeylər, yəni gündəlik həyatda istifadə edilmiş şeylərdir. Aha, indi gedək müəllimlər. Tək hərəkətin icra tezliyi. Tək hərəkətin icra tezliyi, bax bu. Tək hərəkətin icra tezliyi. Deyir ki, tək hərəkətin icra tezliyi həm də tək hərəkətin aktı adlanır. Tək hərəkətin aktı adlanır. Tək hərəkətin aktı nədir? Yəni, eyni hərəkətli Nemət müəllim daim təkrar edirsən. Ona məsələn, misal çəkincək. Məsələn, velosiped sürmək. Görürsən, ancaq ayaqların işləyir-işləmir Nemət müəllim. Düz, hə. Ay, sağ ol. Məsələn, qaçmaq. Ancaq ayaqların işləyir-işləmir. Ay, sağ ol. Üzgüçülük, üzmək, suda üzmək. Görürsən, əllə ayaq işləyir də, başqa heç nə işləmir. Düzdür? Bu nədir? Bu tək hərəkətin aktı. Yəni, tək hərəkətin aktı nə deməkdir? Yəni, bu o deməkdir ki, eyni hərəkətdir, daim təkrarlanır. Eyni şeyi daim eləyirsən. Məsələn, idmançı divardan deyir, ki, tək hərəkət icra tezliyi nədir? İdmançı divardan, qollarını divara qoymaqla, divardan 15-20 santimetr aralıda durmaqla ayaqların ucların eyni nöqtəyə toxundurur. Görürsünüz, heç bir şey eləmir. Ancaq ayaqların neyir? Divara toxundurur. Bir nöqtəyə toxundurur. Aydındır. Məsələn, Nemət müəllim, sənə sual düşər ki, hərəkəti mümkün olmayan hər hansısa bir əşyanın, məsələn, binanı, ağacı, məsələn, insanın gücü çatmazdır, ağacı yerindən, kökündən çıxardıb aparasan. Düzdür? Yəni, insanın gücü səviyyəsində olmayan şeydir. Və yaxud da ki, bir binanı. Deyir ki, idmançı hərəkəti mümkün olmayan bir əşyanı, binanı, ağacı, hər nədirsə, onu itələməyə çalışmaq, itələməyə. Sən onu itələyəndə neyiniysən? Yerində buqsavat eləyəcəksən, eləməyəcəksən. Düzdür? Sən orada neyiniysən? Tək hərəkətin icra tezliyin yeri. Daim təkrar eləyirsən, buqsavat eləyirsən. Məsələn, gedirsən, bir kənd yoluna girirsən, batır maşın. Düzdür? Arxa təkər neyiniyir? Ancaq fırlanır. Amma qabaq təkər neyiniyir? Tərpənmir. Yəni, eyni şeyi təkrar edirsən. Aydındır? Bəli. Bu sadə. Bu yəni çətin bir şeydir. Məsələn, bax, Nemət müəllim, boksçunun zərbəsi. Bax, elə boksçu yerine düşdü. Onu sən deyim, metanımıza deyirəm, yəni bir nəfərin səsi olsa laf yaxşı olur. İndi məsələn, boksçunun zərbəsi. Düzdür? Boksçunun zərbəsi. Nemət müəllim, mən sənə zərbəni atıram. Düzdür? Sən bu zərbəni məndən gözləməyin dediyi nədir? Mürəkkəb. Mürəkkəb. Ay, sağ ol, mürəkkəbdir. Mənim o zərbəni yerinə yetirməyim nədir, Nemət müəllim? Tək hərəkətin icraatı. Hərəkətin icraatı, hə. Ay, sağ ol. Sənə sual düşər ki, boksçunun rəqibindən gələn zərbəni gözləməsi, məsələn, deyər ki, məsələn, mürəkkəb reaksiyadır. Bəs yaxşı, o zərbəni atan idmançı sürətin hansı komponentin yerinə yetirir? Cavab nə olacaq? Tək hərəkətin icra tezliyi. Aydındır? Yəni, bunu geniş izah edirəm ki, yəni haradasa qaranlığınız qalmasın. Aydındır? Aha. Sonra burada görün başqa nə qaldı sizə izah edəcəyim. Gəlin indi müəllimə. Tez nədir? Maksimal tezlik nədir?
Deyir ki, bir sıra idman növlərində, o cümlədən qaçışlar, hərəkətin yüksək temp və maksimal tezlikdə əhəmiyyətli rol oynayır. Təbii ki, sürət hərəkət qabiliyyətində neynəməlisən? Məsələn, qaçışlar. Sən maksimal tempdə və maksimal tezlikdə yerinə yetirməlisən hərəkəti, düzdür? Aha, idmançı deyir, idmançı. İdman yerişlərində bir dəqiqədə 120, 140 addım atmalıdır. Bir dəqiqədə 120-140 addım atmalıdır. Sprintdə isə, sprint qaçışlarında isə, yəni maksimal tempdə icra olunanlarda isə 1 saniyədə 5 addım atmalıdır. 1 saniyədə 5 addım. 5 addım. Bu isə 1 dəqiqədə neçə addım eləyir? Bax, bu 1 dəqiqədə qaçısı nə qədər? 120-140 addım, düzdür? Yəni, idman yerişlərində 1 dəqiqədə 120-140. Amma bu isə 1 dəqiqədə neçə addım eləyir, müəllimlər? 300 addım yerinə yetirməlidir. Bu neynədir? Maksimal tempdə icra elədir. Aydındır? Yəni, sizə sual düşər ki, sadə tempdə idmançı neçə addım atır? Sadə tempdə 120-140 addımdır, amma maksimal tempdə isə 1 saniyədə 5 addımdır. Bu isə dəqiqədə eləyir 300 addım. Aydındır, müəllimlər? Sonra, silsiləli hərəkətlər qrupuna aid olan hərəkətlər. Silsiləli hərəkətlər qrupuna aid olan hərəkətlər nədir? Baxın, qaçışdır, üzgüçülükdür və sobektdir. Yəni, silsiləli hərəkətlər nədir? Eyni hərəkətdir və bu da daim təkrarlanır. Aydındır? Aid olmayanlar isə nədir? Təkmübarizlik idman növləridir və bunlar da neyir? Bu çevikliyi inkişaf etdirir. İndi gedək hərəkətin icra tezliyi. Hərəkətin icra tezliyi. Görək müəllimlər, hərəkətin icra tezliyi bizə, müəllimlər, buraya qədər sual olan varsa buyursun, yoxsa davam edin. Hərəkətin icra tezliyinə aid olan misallara baxın. Yəni, hərəkətin icra tezliyi deyəndə tək hərəkətin icra tezliyindən gedir söhbət. Məsələn, müəllimlər, bax, nişanlanmış yolda qaçışlar. Əllər dayaqda yerində qaçış. Tək hərəkətin icra tezliyindən Eymət müəllim, düzdür? Əllər dayaqdadır, yerində sadəcə qaçırsan. Başqa bir şey eləmir. Sonra, əllər dayaqda vaxt vahidi ərzində qaçış hərəkətləri. Məsələn, 30 saniyə ərzində neçə qaçış addımı atmısan? Aydındır. Nişanlanmış yolda tək sağ və sol ayaq üzərində bir nişana toxunmaqla, hər bir nişana toxunmaqla vaxtlar qaçışlar. Bax, divardan 15-20 cm aralıqda durmaqla vaxt vahidi ərzində bir nöqtəyə toxunmaq. Yəni, ayaqların ucu ilə toxundurulması. Bayaq sizə çəkdiyim misaldır, bax. Sonra, nişanlanmış sahələrdə hər bir nişana toxunmaqla qaçışlar. Bunlar nədir? Bunlar hamısı tək hərəkətin icra tezliyi. Aydındır. Bunlar hamısı tək hərəkətin icra tezliyidir. İkinci nədir? Gedək indi müəllimlər. Üçüncü, maksimal qaçış sürəti. Deyir ki, idmançı əldə edə biləcəyi ən yüksək qaçış sürətini idmançı. Məsələn, idmançının əldə edə biləcəyi ən yüksək qaçış sürəti nədir? Məsələn, deyirəm, saatda 40 kilometr. Düzdür. Sən o 40 kilometr sürəti neynəməlisən? Maksimal, yəni maksimum intensivlikdə neynəməlisən? Yerinə yetirməlisən. Maksimal tempdə qaçmalısan. O sürəti
tam olaraq yığmalısan. Məsələn, 40 sürətdirsə sənin sürət. O 40 sürəti neynəməlisən? Yığmalısan. Deyir ki, maksimal qaçış sürəti digər iki komponentlə əlaqəlidir. Bayaq demişdim, maksimal digər ikisi ilə əlaqəlidir. Bax, həmin söhbət. Bu xüsusiyyət məsafənin mümkün qədər tez dəf etmək əsas göstəricilərdən biridir. Yəni, məsafəni tez bir zamanda dəf edib, onu yerinə yetirmək, onun nəyidir? Əsas göstəricisindən biridir. Və inkişaf etdirilməsi üçün qaçış hərəkətlərinin nisbətən asanlaşdırılması şəraitində kiçik maili olan qaçış yollarında sürətlə qaçışlardan, estafetlərdən və qandikapla, yəni rəqib məsafə güzəştçiləri, bu qandikapla, müəllimlər yadınıza saxlayın. Qandikapla qaçışlar icra olunan sürətlənmələrdən istifadə olunur. Aydındır? İndi gedək müəllimlər. Maksimal qaçış. İki komponent dediniz. Onlar hansıdır? Maksimal sürətin iki komponenti var dediniz. Onların adı nədir? Tək hərəkətin icra tezliyidir. Tək hərəkətin icra tezliyi nə idi? Hərəkətin reaksiya tezliyidir. Birinci olan. İkinci tək hərəkətin icra tezliyidir. Üçüncü də Neymət müəllim maksimaldır. Bu maksimal var. Maksimal. Maksimal o hərəkətin reaksiya tezliyi ilə də əlaqəsi var. Tək hərəkətin icra tezliyi ilə də əlaqəsi var. Başa düşdün? Məsələn, sənə sual düşəndə baxarsan ki, hərəkət, məsələn, sual elə düşüb ki, sənə elə bir formada düşüb. Sən buna tam əminsən ki, bu hərəkətin reaksiya tezliyidir, amma görürsən ki, variantın içində hərəkətin reaksiya tezliyi yoxdur. Maksimal qaçış sürəti var. Onda sən neyəyəsən? Maksimal qaçış sürətini götürəsən. Müəllim, o dediniz ki, maksimal sürətin iki komponenti var. Onun da ayrı iki komponenti var. Maksimalın iki komponenti yoxdur. Maksimalla iki komponent əlaqəlidir. İki komponent əlaqəlidir. Sürətin digər iki komponenti var. Maksimal qaçış sürətinin əlaqəlidir. Bunu deyirəm. Yoxsa maksimal komponenti yoxdur. Maksimal qaçış digər iki komponentlə əlaqəlidir. O iki komponentində biri maksimal sürətin inkişaf etdirilməsi üçün nə tapşırıqlar? Məsafə güzəştliklə startlar 30 metr. Düzdür. Mali qaçış yolunda sürətlənmələrlə startlar. Qısa mərhələli estafetlər. Sağ və sol ayaq üzərində 30 metr vaxtla qaçış. Daha sürətli yoldaşı ilə qoşquda qaçış. Məşq qaçışı 2x10, 3x10, 4x10. Bunlar hansı müəllimlər maksimal qaçışı inkişaf edir. Aydındır. Bax, görürsən 10 metr məsafə verir. Bax, ox işarəsini görürsən, burada metri də görürsən. Düzdür, ox işarəsinə fikir ver. Burada da 2 dənə maniyə qoyulur. Düzdür. Bax, idmançı gedir bu 10 metr məsafəni, qaçır məsələn, gəlir birdən buradadır. Düzdür. Sonra gedir kölgəsinə bax, əlin gəlir vurur buna. 10 metr məsafəni 3 dəfə də eləyə bilər, 2 dəfə də eləyə bilər, 4 dəfə. Bax, bu çevikliyin diagnostikində BTG-sində var. Bax, məşq qaçışı, 3-10 məşq qaçışı. Çevikliyə aid. Aydın olduğu indi. Məşq qaçışı. Bax, məşq qaçışı budur. Yəni, sənə 10 metr məsafə verir və bu 10 metr məsafəni sürətlə birdən vaxt verir. Bax, burada kişilər üçün də sürət var. Qadınlar üçün də ayrıca var. Məsələn, idmançı 10 saniyədən, bax, 10 saniyə, 10,2 bu işarədə bilirsiniz ki, kiçikdir işarəsidir. Düzdür?
Aha, o kiçik bir işarəsi nədir? Yəni 10 saniyədən, 10,2 saniyədən və ondan aşağı olanlar qadınlar üçün əladır, əla. Kişilər üçün isə əla olan 10 saniyədən və ondan aşağı olanlar əla olan. Bax, kişilərdə burada. Biri var 2 qız, bax, 2 qız 10. Yəni, o məsafəni 2 dəfə 10 metr, 10 metr qaçır. Biri var 3 qız 10. 3 dəfə 10 metr, 10 metr qaçır. Biri də var ki 4 qız 10. 4 dəfə həmin məsafəni gedir, qayıdır, gedir, qayıdır, gedir, qayıdır. Aydındır? Aydındır abi. Sağ ol. Aha, sən olsun. Aha, indi müəllimlər. Gələk əsas məsələyə. Sizə bir dənə burada şey girəcəm. Yox. Onu yadınızdan çıxartmayın. Biz o qədər yazı ilə yazım ki, yadınızı qayıtırsınız. Biz deyirik ki, bizim hərəki qabiliyyətlərimiz birinci, ikinci, üçüncü, dördüncü, beşinci, bir də altıncı. Bu oldu nə? Bu qısadır. Sürət. Sürət. Güc. Sürət, güc. Sonra bədən yayına qalır. Sonra qüvvə, düzdür. Çeviklik. Bu da dözülmüşdür. Özüm qısa yazdım ki, yadınıza qalsın. Baxın, müəllimlər, ardıcıllığı budur. Sürətdir, sürət gücdür, bədənlənmə qabiliyyətidir, qüvvədir, çeviklikdir, bir də dözülmüşdür. İndi müəllimlər, sizə sual düşər ki, sürətin əlaqəli olduğu hərəki qabiliyyətlər hansılardır? Əlaqəli olur. Sürət gücdür, qüvvədir, çeviklik. Bax, müəllimlər, sürət gücə baxırıq. Görürük, sürət güc haradadır? 2. Görürsünüz, burada da 2 qoymuş. İkinci hərəki qabiliyyət. Sonra qüvvə haradadır? 4. Bura nə qoymuşam? 4-cü hərəki qabiliyyət. 5. 5-ə nə qoymuşam? Çeviklik. Yəni, siz 245 yadınızda saxlamaqla bilə bilərsiniz ki, sürət hansı hərəki qabiliyyətlərlə əlaqəlidir. Sadəcə 245-i yadınızda saxlamaqla nə edirsiniz? Öyrənə bilərsiniz. Aydındır? İndi gəlin onları sizə ümumi yazın. Hansına aiddir? Baxın, sürət dediyi neçədir? 245. Düzdür? Sürət güc 14. 14 ilə əlaqəlidir. Bədənin əyilmə qabiliyyəti 56. Bunu istəyirsiniz dəftərinizə yazın ki, sizin üçün də rahat olsun. 56. Qüvvə yalnız 2 ilə əlaqəlidir. Çeviklik 123 ilə əlaqəlidir. Dözümlük yalnız 23 ilə əlaqəlidir. Yəni 23 ilə əlaqəlidir deyəndə mənim yadınızı saxlayın ki, gözünüzün qabağında, yəni beyninizdə canlandırın ki, görün 23 harada var. Baxırsan ki 20, yəni 2 sürət gücdür, 3 də dəqiq. Yəni sizə sual düşər ki, dözümlük hansı hərəki qabiliyyətlə əlaqəlidir? Sürət güc və bədənin əyilmə qabiliyyəti. Sizə sual düşər ki, çeviklik hansı hərəki qabiliyyətlərlə əlaqəlidir? Sürət güc, bir də bədənin əyilmə qabiliyyəti. Aydın deməlidir. İndi müəllimlər, bizim birinci yarımillikdə keçirilən hərəki qabiliyyətlərimiz var. Birinci yarımillikdə, bir də ikinci yarımillikdə. Yadınıza saxlayın. Birinci yarımillikdə keçirilən hərəki qabiliyyətlərimiz bunlar. Sürət, güc, bir də bəy. Bu birinci yarımilliyə aiddir. Yazmaq istəyirsə bunu yazın. Sürət güc bədənin əyilmə qabiliyyəti.
Bu birinci yarım illik. İkinci yarım illikdə isə müəllimlər qüvvə, çeviklik, bir də dözümlük. Bir dənə müəllimlər yadınıza saxlayın. 6-cı, 10-cu siniflərdə, 6-cı və 10-cu siniflərdə sürət güclə qüvvə yerini dəyişir. Qüvvə hərəkət qabiliyyəti gəlir birinci yarım illiyə, sürət güc hərəkət qabiliyyəti gedir ikinci yarım illiyə. Bu da bir dənə yadınıza saxlayın, qalan başqa şey yadınıza saxlamağa ehtiyac yoxdur, yadınıza qalın. Bəli, bir də Gəlin buna sizə funksional sistemi də izah edeyim. Funksional sistemi məndə dayaq hərəkət aparatı, görürsünüz, nöqtə, üzr istəyirəm, vergül. Dayaq hərəkət aparatı, əzələ sistemi, mərkəzi sinir sistemi və yaxud da ki, siz belə də deyə bilərsiniz. Dayaq hərəkət aparatı, mərkəzi sinir sistemi, əzələ sistemi. Qısaca, nə olacaq? Dəb nədir? Dayaq hərəkət aparatı, nədir? Əzələ sistemi, nədir? Mərkəzi sinir sistemi. Dəm kimi də yadınıza saxlayın. Dayaq hərəkət aparatı, əzələ sistemi, bir də nədir? Mərkəzi sinir sistemi. Bura qədər sual ola məlidir.